Salam, hər vaxtınız xeyir. 2019-cu ilin 4-cü qrup model testlərinin izahlarına baxırıq. Sual nömrə 1. Maddələr verilib SO indeksində B, SO indeksində B və X2O indeksində B. Birinci birləşmədə oksigenin kütle payı 60%-dir. Oksigen 60% olarsa, onda kükürt eləyəcək 40%. Yəni faizlərin cəmi 100 eləməlidir ona görə. İndi faizlər yazmışıqsa aşağıdakı kütlələrində yazaq. Kükürt 32, oksigen isə olacaq 16B. Tənasüb yarandı. Buradan artıq B-ni tapa bilərik. Tapaq sonra növbəti misala keçək. Şərtə keçək. Deməli, 40-dan 60-ı ixtisar aparsam 20-yə. 2, burada qalar 3. 32 də 2-dən ixtisar getsə qalar 16. 16-lar da ixtisar getsə B bərabər olacaq 3-ə. B-ni 3 tapdıqsa bu B-ni buradan silim, yerinə bir 3 yazım. Sonra X-in 30, daha doğrusu oksigen 30% olduğundan istifadə edib X-i tapaq. Oksigen 30%dir, X-dəki olacaq onda 70%. Aşağıda X üçün yazaram 2X, oksigen də 16 vurulsun 3 olacaq 48. X-in nisbi atom kütləsini açıq aydın burada tapmaq olar. Sıfırlar gedər, 48-dən 3 də gedər, burada qalar 16. 2-dən də 16 getsə 8, onda X də bərabər 7 vur 8 olacaq 56. Yəni Y variantı. Nömrə 2. Deməli, A və B maddələrindən yaranan qarışıq verilib. Məsələn, birinci qarışıqda, yazıram bax buradan, birinci qarışıqda A-nın kütlə payı 80%-dir. A 80%-dir. Onda belə çıxır, B neçə faiz eləməlidir? Təbii ki, 20%, orada 20 göstəriblər, bax B-ni. İkinci qarışıqda A-nı göstəriblər 40%. Təbii ki, B eləyəcək 60%. Onda burada bax 40 və 60-dan göstəriblər. Birinci və ikinci qaz qarışıqlarının orta molyar kütlələrinin nisbəti 1/4-ə bərabərdirsə, B qaz və nisbi atom kütləsini tapın. Demək, A 80%, B 20%. Onda belə çıxır ki, bunlar 4-1 nisbətində birləşiblər. Yəni, qarışıq yaradıblar. İkinci qarışıq isə 40-ın 60-a, yəni 2-nin 3-ə nisbətində qarışıq əmələ gətiriblər. Birinci qarışığın orta molyar kütləsi nəyə bərabər olacaq birinci qarışıq üçün? Bərabər olacaq 4A üstə gəlinsin B, yəni 1B. Bölünsün molların cəmi, yəni 5-ə. İkinci qarışığın orta molyar kütləsi bərabər olacaq 2A üstə gəlinsin 3B. Bölünsün molların cəmi, yəni 5-ə. Birinci qarışığın orta kütləsinin, ikinci qarışığın orta kütləsinin nisbətindən 1/4 alınıbsa, yazaq onda 1/4-ü tapaq belə. 4A üstə gəlinsin B bölünsün 5. Nisbəti vurma kimi göstərib 5-i yuxarı çıxardıb yerlərini dəyişdirəndə kəsirlərdə 2A üstə gəlinsin 3B yazsam 1/4-ü yazaram 10/14 kimi də iş asanlaşsın. 5-lər ixtisar gedir. Onu vurmalıyam 4A üstə gəlinsin B-yə. Olacaq 40A üstə gəlinsin 10B bərabərdir. 2A üstə gəl 3B-ni vurmalıyam 14-ə. 28A üstə gəlinsin 42B. 40A burada var, 28A da burada var. Eləyəcək 12A. Bərabərdir. 10B, bu da 42B. Qaldı yerdə 32B. 12-nin 32-ni ixtisar apara bilərəm 4-ə. Qalar yerdə onda 3A bərabərdir 8B-yə. Bura kimi gətirdiyi misalı. Və şərtdə deyir ki, A və B-nin molyar kütləsinin cəmi də 110-a bərabərdir. 110-a bərabərdirsə, demək, 3A-dan 8B-nin cəmini, daha doğrusu 3A bərabər 8B tapmışıq. Buranı silim. 3A bərabər 8B tapmışdıq. Və deyir ki, A-la da B-nin molyar kütlələrinin cəmi bərabərdir 110-a. Bu sistemi həll eləmək üçün neyiniyək? Bunu çıx eləyək, bərabərləşdirək 0-a. Və aşağıdakı tənliyi də 3-ə vuraq, A-lar getsinlər.
Demək 3A çıx 8B 0 qalsın yerində. Aşağıda olacaq 3A üstə gəlinsin 3B bərabər 330. Aşağıdan yuxarı çıxanda A-lar gedəcək. Olacaq 3-dən 8 çıxacaq. Olacaq onda 11B. Bəli, 11B bərabərdir 330-a. B deyiləcək 30. Deməli, B-nin nisbi molekul kütləsi 30 imiş. A variantı. Üçüncü misala baxırıq. Nömrə 3. X5 müsbət iyonu verilib. Qəbul etdiyi elektron. Üstə gəlinsin A. Qəbul etdiyidir. Olub X3 mənfi. Bax, bu sxemlərdən danışırdıq ki, belə sxemlərdə orta ilə sağın cəmi solu verməlidir. Müsbət A-la mənfi üçün cəmi 5-i verəcəksə, onda belə çıxır ki, A bərabər müsbət 8 imiş. Çünki müsbət 8-də mənfi 3, müsbət 5 verəcək. A-nı tapdıq. İkinci tənliyə qaydırıq. Daha doğrusu çevrilməyə deyək, elektron verilməsi sxeminə deyək. Y-in qəbul etdiyi elektronlar A-3-dür. A-nı tapmışam müsbət 8. 3 çıxanda qalacaq 5. Demək, 5 elektron qəbul edib, olub Y2 mənfi. Yenə eyni qaydını, orta ilə sağın cəmi solu, yəni eyni verməlidir. Müsbət 5 ilə mənfi 2-nin cəmi deyilir, müsbət 3-dür. Yəni, bu da eynə bərabər imiş. Yəni, B variantı. Nömrə 4. XA SO4B verilib. XA SO4B birləşməsi verilib. Molekulunda kovalent və iyon rabitələrin fərqi. Kovalent çıx iyon rabitə. İyon rabitələrin fərqi, qısa yazdım belə. Nəyə bərabər? Yaxşı, tam düzəldək. İyon rabitələrin fərqi 4-ə bərabərdir. AB cəmini və metalın valenti müəyyən edin. Metalın valenti burada aydın məsələdir ki, B-dir. Gəlib SO4 indeksinə düşüb. A-da SO4-ün valentliyidir. Gəlib X-a düşüb. SO4-ün valentin 2 olduğunu bilirik. Sülfat tursun qalığıdır. Onda belə çıxır ki, A burada 2 imiş. A 2 imişsə, A-nın tapdıq, yadımızda qalsın, A oldu 2. İndi kovalent iyon rabitə fərqini gəlib çıxartmaqda nə etməliyik? Birinci, bu birləşmədə ümumi rabitəni tapmalıyıq. Ümumi rabitə oksigenin 2 mislidir. Oksigen 4B-dir. 4B-nin 2 misli eləyəcək 8B. Sonra iyon rabitəni tapırdıq. İyon rabitə metalın indeksini, yəni 2-ni vururdıq valentinə, yəni B-yə. Bu da olurdu 2B. İndi kovalentlə iyonun fərqini tapmaq üçün yenə də burada bir kovalent rabitəni tapaq. Kovalent rabitədə ümumi rabitədən çıxırdıq iyon rabitəni, qalırdı 6B. Yəni 6B-ni tapdım, kovalentin yerinə nəzərəm bura 6B çıxılsın. İyon rabitəni tapmışam 2B bərabər 4-dürsə, 6B-dən 2B çıxanı 4 qalacaq. Bu hissəni sildim. 6B çıx 2B qalacaq, onda elə 4B bərabərdir B4-ə. B də bərabər olacaq 1-ə. B-ni 1 tapdım. A-nı da burada 2 tapmışdım. A-la B-nin cəmini axtarırdıqsa, demək 2 plus 1 oldu 3. Bir də metalın valentini axtardıq. Metalın valentini tapdıq ki, burada 1 imiş. Cavab da olacaq onda B variantı. Beşinci misala baxaq. Oksigende yanan maddələr. Yandıraq bunlar bir-bir. C2H5OH, yəni etil spirti. C2H5OH-ı yandırsaq, əmələ gələcək karbon qazı və su. Tənliyə misallaşdırsaq, 2 mol karbon qazı alınacaq, 3 mol su alınacaq, oksigen 7 ilir, biri də varsa bu da 3 eləyəcək. Reaksiyanistik effektə 1380 verilib. Üstə gəlinsin 1380 kilojoule. Birinci reaksiyamız üçün. İkinci reaksiya metanın yanmasını deyir. Metanı yandırdıq. Metan da yananda əmələ gəlir CO2 və su.
Karbonlar bərabərdir. Suya 2 yazaram. Oksigenlə 2 tənlik bərabərləşər. Bu reaksiyonda istilik effekti 800 kilojul verilib. Son qaldı metil spirtinin yanma tənliyi. CH3OH. Üstə gəl oksigen. Buradan da əmələ gəlir karbon qazı və su. Deməli, 1 mol karbon qazı olacaq. 4 hidrogen varsa suya yazaram 2. Oksigen oldu 4. Buradan oksigen tək saydadır. Yəni, oksigeni yazsam kəsr olacaq, alınmayacaq. Onun üçün nə edirik? İstilik effekti dərsini çalışıb reaksiyalarında tənlikləri tam halda yazmaq lazımdır. Ona görə əvvəlcədən bura bir 2 yazsaq, 2 mol karbon qazı düşər, 4 mol da suya. Oksigen oldu 8. İkisi metil spirtində varsa, burada bir 3 yazıram, tənliyi düzəldir. Bu da düzəldi. Bu reaksiyonda istilik effekti 1280 kilojul verilib. Şərtdə deyir ki, 1 kiloqramın yanmasından ayrılan istilik. 1 kiloqramın yanmasından ayrılan istilik deyirsə, dəqiqə bu 5-i düzəltmək istəyirdim, yaxşı görsənmirdi. Hamısı üzərinə 1 kiloqram yazıram. Onsuz da dəyişməyə ehtiyac yoxdur, hamısı 1 kiloqram verilib. Emeri 46-dır. Metil spirti də 1, metan dağıdır 1 kiloqram, emeri 16. Metil spirti də 1 kiloqram, emeri də olacaq 2 vurulsun 32. Ayrılan istiliyi birincidə göstəriblər x-la, bu olacaq 1380. İkincini göstəriblər y-lə, bu da olacaq 800. Üçüncünü göstəriblər z-lə, bu da olacaq 1280. Birincidə x-i tapmaq üçün nə edirik? 1380-i vururuq, 1-ə bölürük 46-ya. Yəni 1380 46-ya bölürük. 1380 bölünsün 46. X eləyəcək 30. İkincisi də y bərabərdir 816-ya bölürük. Bu da eləyəcək 50. Bu sadə rəqəm oldu. Üçüncüdə isə 1280-i 64-ə bölürük. 1280 bölünsün 64. Z də bərabər olacaq 20-yə. X, Y, Z-in qiymətləri artma sırasını deyirsə, ən balacadan başlamalıyıq. Ən balaca burada Z-dir. Deməli, Z ilə başladıq. Sonra X gələcək, 30-dur. Bərabər yazdım. Nə oldu? Z-i tapdıq. Sonra gələcək X, axırda qalacaq ən böyüyümüz Y. ZX, Y variantı da Y variantında var. 6-cı misala baxaq. Nömrə 6. Yuxarıdan yazaq, onsuz da yer çatmır. Tamam. Nömrə 6. Reaksiya verilir. Natriumla sulfat turşusu arasında reaksiya. Özü də qatı sulfat turşusu, çünki H2S əmələ gəlib. Natrium üstə gəlinsin sulfat turşusu əmələ gətirir. Natrium 2SO4 üstə gəlinsin H2S və su. Təbii ki, tənliyyə misallaşdırmaq lazımdır. Natrium 0 oksidləşmə dərəcəsindən gəlib müsbət 1-ə. Elədi 1 elektron. Amma indeksində 2 var deyə oldu 2 elektron. Yadımızda qaldı. S müsbət 6-dan gəlib mənfi 2-yə. 8 elektron yazdıq, bax burada, indeksdə yoxdur. 2 ilə 8 gediriksə qalır 1, sonra 4. Yerlərini dəyişdirəndə 4 natrium sulfata, 1 də H2S-ə düşəcək. Bunları buradan sildik, lazım deyil. Bunları da silək. Tənliyyə misallaşdırsaq, 8 natrium varsa burada 8 düşdü, 5 dənə S var sağda. 5, suya 4 tənliyi düzəlir. H-ın da ikisi H2S-də var idi. İlkin maddələrin mol miqdarı, hər ikisi A mol verilib. A mol, sulfat turşusu oldu A mol. Əmsallarında yazırıq. 8, bu da olacaq 5. Reduksiya edicinin verdiyi elektronlar 16 Na-dır. Demək, reduksiya edici 16 Na elektron verib. Deyir ki, artıq qalan maddənin mol miqdarını tapın.
Bunu yadımızda saxlayaq, onun şərtdə də var. Artıq qalan maddədən söhbət gedirsə, biz nə edirdik? Verilənləri yuxarına aşağı bölürdük. Hansı çoxdursa ona artıq deyirdik. Bu eləyir A bölünsün 8. Bu isidir A bölünsün 5. Təbii ki, A bölünsün 5 böyükdür. Çünki məxrəc kiçikdir. Bunda artıq qalan maddəmiz oldu sulfat turşusu. Sulfat turşusunun işimiz yoxdur. Onun A molu tam reaksiya getməyib. Amma başlanğıcda bunun A mol olduğunu bilirik. Bizə deyir ki, reduksiya edici 16 Na elektron verəndə artıq qalan maddə miqdarını tapın. Bizdən birincisi 16 Na elektron verən reduksiya ediciyə görə A-nı tapmalıyıq. Reduksiya edicimiz 0-dır. Gəlib olmuşdu burada müsbət 1. 0-dan 1-ə qədər 1 elektron eləyir. Amma 8 varsa eləyir 8 elektron indeksində, əmsalında daha doğrusu. Demək, 8 mol elektron verəndə reaksiya gələn mol elə 8 mol imiş. Şərtdə bizə deyir, amma 16 Na elektron verəndə. 16 Na elektron verəndə də olsun x mol. Onda x də bərabər eləcək elə 16. Deməli, maddələrimiz başlanğıcda hər ikisi 16 mol imiş. Deməli, hər birinin üzərinə 16 yazaram. Daha doğrusu birinci natrium 16 mol yazım. Və tapım görüm nə qədər sulfat turşusu reaksiya gedər. Baxaq, 8-ə 5 mol reaksiya gedərsə, onda 16-ya da 10 mol reaksiya gedər. 2 dəfə artıq. Və başlanğıcda dedim, hər biri bunların A idi. Yəni, hər biri 16 idi. 16 mol sulfat turşumuz var idi. 10 mol reaksiya getdisə, nə qədər artıq qaldı? Artıq qalan miqdar olacaq 6 mol. Yəni, C variantı. 7-ci suala baxırıq, nömrə 7. Həcmi 1 litr olan qapalı qabda V bərabər 1 litr olan qabda 3 mol azot, 5 mol hidrogen və 2 mol amonyak qarışığı müəyyən şəraitdə katalizator iştirakında qızdırıldı. Demək, yazar reaksiyanı N2 üstəgəlinsin H2 əmələ gəlir burada NH3. 2, bu da 3 mol. Bu maddələrin başlanğıc qatılıqları deyirəm, çünki C bərabər nü bölünsün V-də V 1 olduğuna görə elə C ilə nü eyni qiymətdir. İndi azotun başlanğıcı 3 mol verilibsə, elə qatılığı da 3-dür. Hidrogenin başlanğıcı 5 mol verilibsə, elə qatılığı da 5-dir. Amonyakın da başlanğıcı 2 verilib. Bu başlanğıcılar. İndi deyir ki, 1 mol azot sərf olanda. Azot 1 mol sərf olanda, reaksiyanın əmsallarına görə 1 mol azota 3 mol hidrogen sərf olursa, elə bu 1-ə də 3 mol sərf olacaq. Sonra 1 mol azotdan 2 mol amonyak əmələ gəlirsə, elə bu 1-dən də 2 mol amonyak əmələ gələcək. Və tarazlıqda hansı qatılıqlar qalacaq? Deməli, azotun başlanğıcı 3, sərf olanı 1-dirsə, demək tarazlığı da 2-dir. 3-dən 1 çıxdım. Hidrogenin başlanğıcı 5, sərf olan 3 emirsə, onda bunun da tarazlığı qaldı 2, 5 çıx 3. Amonyak 2 var idi, 2 də əmələ gəldi. Onda bu tarazlığı olacaq 4. Deyir, reaksiyan tarazı sabitini tapın. K da bərabərdir. Amonyakın qatılığı 4, əmsalı 2 varsa kvadratı. Bölünsün azot 2-də əmsalı yoxdur. Hidrogen də 2-də, amma əmsalı 3-dür. Bu da 16 bölü 16, 1 eləyəcək. Yəni A variantı. Nömrə 8. Demək, nömrə 8-də qablar verilib, birləşdirilmiş qablar. Qabların birində sulfat turşusu ilə natrium xlorid arasında reaksiya aparılıb, əmələ gələn H-xlor qazı 427 qram, millinə su qram eyni şeydir. Suya əlavə olunub və deyir ki, ikinci qabda H-xlorun kütlə payını tapın. Bax, buradakı omeqanı axtarırıq. Buradakı omeqanı axtarmaq üçün H-xlorun nəyə bərabər olduğunu tapmalıyıq ki, sonra omega tapaq. H-xlorun da nəyə bərabər olduğunu reaksiya tənliyindən tapacaq. Tənliyi yazaq. Hansı tənliyi olacaq? Bir dəqiqə. Natrium xloridi ilə qatı sulfat turşusu arasında reaksiya. Natrium xlorid üstəgəl sulfat turşusu. Buradan əmələ gəlir natrium 2SO4 üstəgəl H-xlor. Tənliyi əmsallaşdırsaq 2 və 2 tənliyi düzəlir belə.
200 qram 98 faizli sulfat turşusu 196 qram edir. Yəni 200-ün 98 faizi 196 qram. Emeri isə elə 98-dir. Natrium xloridi isə verilib 117 qram. Özü də 2 vurulsun 58,5-dir. Ayrılan hidrogen xloridin kütləsini tapmalıyıq ki, sonra kütlə payını tapaq. Bu da 2 vur 36,5, yəni 73 yazdım da. Orada 427 yaxşı rəqəmdir, mən də bura 73 yazdım. Yenə də H-xlorun neçə qram alındığını, hansı maddənin artıq qalıb tam getdiyini öyrənmək lazımdır. 196 bölüm 98 edir 2, amma 117 bölündə edir 1. Yəni sulfat turşusu çox verilib deyə hesablamanı aparmalıyıq natrium xloridlə. Tənasib qururuq. ilə 117-lər gedir. X bərabər olur 73 qram H-xlora. İndi həmin 73 qram H-xloru 427 qram suda həll eləyəndə məhlul bunların cəminə bərabər olacaq. 427 üstə gəlinsin. 73 məhlul olacaq 500 qram. Omega da bərabərdir. 73 bölünsün məhlulumuz 500 vurulsun 100. Bu da sıfırlara aparandan sonra 14,6 faizli məhlul eləyəcək. Yəni D variantı alınacaq. 9-cu misala baxaq. Nömrə 9. Maddə verilib alkin. Yəni CnH2-2 formullu maddə. Birli karbonu var, ikili karbonu var, üçlü var, dörtlüsü yoxdur. Bu formulla birli, ikili karbonla verilibsə formulu düzəltmək daha çoxlu karbondan, yəni üçlüdən başlayır, yadınıza gəlir. Ancaq maddə alkindir deyə, alkinlərin belə yazaqda 3 qat rabitəsi həmişə var. Bu qalsın yerində. Davamında 3 dənə üçlü karbon düzəldək. Sən belə yazanda ortadakı karbon oldu üçlü karbon. Birini də belə yaratdıq. Birini də belə yaratdıq. Bax, çevrəyə aldığım karbonlar, bax bunlar üçlü karbonlardır. İkili karbonda bir dənə olmalıdır. Bu da ikili karbondur. Qaldı birli karbonlar. Bax, tək karbonlar, neçəli karbonlar sayılacaqlar? Birli karbonlar. Çünki bir karbona birləşiblər və nəticədə formulumuz düzəldi. 5 dənə birli karbonumuz var, bir dənə ikili var, 3 dənə də üçlü var. Bunu adlandırın. Daha doğrusu adlandırın demir. Hansı ifade doğrudur, daha doğrusu, düz doğrudur axtarırıq. Hatta belə misallarda adlandırma çox rast gəlir. Hidrogenlərin yazsaq yanına H3, 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 bunlar da oldu hidrogenlər, təklər. A-da nə yazılıb? 3, 4, 5, 6 trimetil pentin 1'dir. Trimetil pentin. Burada metil 3 dənədir, amma 3, 4, 5, 6 deyil. Çünki burada adlandırsam bu uzun zəncir olsa 1, 2, 3, 4, 5, 6. 3, 4, 5 trimetil pentin eləyir. Amma burada 6 rəqəmi artıq. Demək, A oldu səhv. Natriumun NH3 məhlullə reaksiya daxil olur deyirsə B variantında. Bura bir natrium əlavə eləsəm, alkinlər dərsindən bilirdik ki, 3 qat rabitəli karbon atomunda hidrogeni olan alkinlər natriumla reaksiya daxil olur və bu natrium 3 qatdakı hidrogeni əvəz eləyirdi. Demək, bu doğru cavabdır. Daxil olursa B düzdür. Digərlərinə də baxaq. Yəni, oradakı verilənlərlə müqayisə eləyək cavabımızı. 4 dimetil heksin 2 deyil. Çünki metilimiz 3 dənə idi. Demək, A səhv oldu, C səhv oldu. Molekulunda 18 hidrogen atomu var. İndi formulumuzu yuxarıda yazmışdıq. Hidrogenlə belə sayı bilərik əslində. 1, 2, 3, 4. 4 dənə hidrogen tapdıq. Üstə gəlinsin. 4 dənə də 3-ün 12 var. Bu deyəcək 16 hidrogen. Buradan yazıb 18 hidrogen. Onda bu da deyilmiş.
Kuprum xlorun NH-dakı məhlulu ilə reaksiya daxil olmur yazılıb, amma olur. Çünki yenə də 3 qatında burada hidrogeni olanlar həm kuprum xlorla, həm argentim 2O-la, həm natriumla reaksiya daxil olurdu. Olmur desən də bu da səhvdir. Cavab qalacaq yenə də B variantı. Nömrə 10. Reaksiya verilib deməli. Barium xlorid üstəgəl natrium 2SO4. Təbii ki, burada nə alınır? Ən sadə bildiyimiz reaksiyalardandır. Barium SO4-ün çöküntüsü və natrium xlorid özü də 2 mol. Tənliflərə bərabərdir. Bizdə göstəriblər ki, barium xlorid qrafikdə baxın, barium xlorid 2 moldan düşüb sıfıra. Yəni reaksiya gələn barium xlorid 2 mol imiş. Bizə tam reaksiya girib. Deməli, barium xlorid tənlidə 1 mol reaksiya girirsə, natrium 2SO4 də 1 mol reaksiya girirsə, barium SO4 də 1 mol əmələ gəlir, natrium xlorid də burada 2 mol əmələ gəlir. Bizə deyir ki, hansı ifadələr doğrudur? Onda 1 mola 1 moldursa, onda belə çıxır ki, natrium 2SO4 necə olacaq? 2 mola 2 mol eləyəcək, barium SO4 də 2 eləyəcək, amma natrium xlorid 4 eləyəcək. Çünki 1 moldan 2 mol alınsa, 2 moldan 4 mol alınmalıdır. Bizdə də əmələ gələn 4 mol burada Z maddəsi var. Həmin o Z maddəsi natrium xlorid ola bilər. Baxın, Y variantına bu doğru cavabdır. Digərlərində baxaq. Y natrium xloriddir. Natrium xlorid 4 mol tapmışıq. Buradan Y 2 mol əmələ gəlib qrafikdə. Yəqin görürsünüz, bax 2-dir. Deməli, bu deyilmiş. Y natrium 2SO4-dür. Deyil. Çünki Y tapmışıq. Ən çox mol olan natrium xlorid idi. Deyil. X barium SO4-dür. X barium SO4 başlanğıc maddə deyil. Bizdə barium SO4 əmələ gələn sağdakı maddədir. Burada amma X-i başlanğıc maddə kimi göstərirlər, azalan. Bu da deyilmiş. Z barium SO4-dür. Xeyr, Z natrium xlorid. Çünki molu daha çox o alınıb. Barium SO4 amma 2 mol alınıb. Yenə cavab demək Y variantı qalır. 11-ci misala baxaq. Deməli, XYZ cəmin soruşur. XYZ nədir? Metanın müxtəlif dərəcələrdə parçalanmasından alınan hidrogen həcmidir. Amma metan hamısını eyni mol veriblər. Biz də metanı parçalayaq, həmin temperaturlarda ayrılan hidrogenlərin həcmini tapaq, sonra toplayaq. Birinci reaksiyamız metan 500-600 dərəcədə olan reaksiyadırsa, buradan əmələ gəlirdi C2H4 və H2. 2 mol, buraya 2 mol yazsam tənlik düzəlir. Bizə verilib amma 0,5 mol. Deməli, 2 moldan 2 mol hidrogen yaranırsa, elə 0,5-dən də 0,5 mol əmələ gələcək. Bunu X-dən ifadə edək, mol kimi. Amma bizə litir deyirsə, axırda 22-14-ə vurarıq. İkinci reaksiyamız metanın 1000 dərəcədə parçalanmasıdır. 1000 dərəcədə metan parçalananda karbon və H2 əmələ gətirirdi. Buraya 2 yazsam tənlik düzəlir. 1 moldan 2 mol əmələ gəlibsə, metan yenə 0,5 mol verilibsə, onda buradan 1 mol əmələ gələr. 1-i 2-dirsə, 15-ə 1 olacaq. Bu da bərabər oldu Y-ə. Sonuncu reaksiyamız metanın 1500 dərəcədə parçalanmasıdır. 1500 dərəcədə parçalananda C2H2 və H2 alınırdısa, 2 metana qoysaq, 3 də buraya yazsaq, tənlik bərabərləşəcək. 2 moldan 3 mol hidrogen alınırsa, 0,5 moldan alınacaq 0,75. Yəni 3-ü 0,5-ə vurub 2-yə böləcəyik. 1,5-i 2-yə böldük. Bu da oldu Z. Bunların cəmin axtarmalıyıq həcmlərini. 0,5 mol neçə litir deməkdir? 11,2. Y1 tapmışamsa, bu da olacaq 22,4. Z-i 0,75 tapmışam. Demək, 0,75 neçə eləyər? Yəni, 22,4-ün 4də 1-i. Ən yaxşı hesablayaq. 4də 3-ü. 22,4-ü vuraq, ən doğrusu 0,75-ə. Rəqəm səhv eləməyək. 16,8. Hamısını toplasaq, bu eləyir 33,6. Onda üstünə gələk 16,8-in üzərinə 33,6.
Deməli 33,6 üstə gəlinsin 16,8 50,4. Cavab olacaq D variantı. 12-ci misala baxaq. Deməli, X H-xlorla reaksiya daxil olub, Y xlor, su və Z əmələ gəlib. Həmin o Y natrium hidroksidlə reaksiya daxil olanda amfoter hidroksid əmələ gətirib. Y-in aşağısına baxaq. Kalium amfoter hidroksid verməz. Kaliumları çıxdıq. Xrom 2 valentli olanda amfoter deyil. Amma 3 valentli olanda amfoterdir. Bu ola bilər. Manqan OH2 də amfoter deyil. 2 valentli manqan. Demək, cavab C variantı qalacaq. Başqa variant qalmadı. İndi həqiqətən C olduğuna baxaq. C variantını yazıram reaksiyanı. Bu reaksiya xlorun alınma tənliyidir. Kalium 2, xrom 2, O7. Kalium 2, xrom 2, O7-ni. H-xlorla reaksiya aparanda alınırdı kalium xlorid, xrom xlor 3, xlor və su. Deyilən maddələr tamamilə uyğun gəlir. Z kalium xlorid ola bilər. Xlorla su onsuz da var. Buna da dedik Y. Birinci maddəmiz də X-dir. Tamamilə uyğun gəlir. Yəni C variantı olacaq. Nömrə 13. Sulfat turşusu vur N mol SO3, yəni oleum üzərinə SO3 üzərinə N mol su əlavə ediblər. Oleum məsələləri kanalda var, tamamilə hamısı. İstəsəniz yəni də oradan ayrıca bütün oleum məsələlərinə baxa bilərsiniz. Belə bir reaksiya verilib. 16,9 qram oleum var imiş. 16,9 qram. Bunu su ilə reaksiya aparandan sonra əmələ gəlib 19,6 qram sulfat turşusu. Təbii ki, burada suyun kütləsini tapmalıyıq. 19,6-dan çıxmalıyam. 16,9-u ki, suyu tapım. Bu da olacaq 2,7 qram. Suyun emerin bilirəm də, yazıram bura 18 end indeksində var. Bir də sağ tərəfdə hesablama asan olar deyə n plus 1 də vururam burada 98-ə. Solda çətinlik yaranmasın deyə sağda yazdım. Bizi deyir ki, n-i tapın. Tənasib qurduq. Artıq sol tərəfə ehtiyac yoxdur. Vergülləri buradan hər ikisindən atsam, 196 ilə 98 getsə, yuxarıda qalacaq 2. 27 ilə 18-i 9-a apara bilərəm. Burada qalar 9-a aparacam. 2n də var burada. Burada qalacaq 3. Və 2n-i 2-yə vursam olacaq 4n. Bərabərdir. 3-ü vuracaq n üstə gəl 1-ə. Yəni 3n üstə gəlinsin 3 eləyəcək. N də olacaq 3. Yəni B variantı. Nömrə 14. Mis-2 nitratın parçalanması məhsullarının miqdarlarına zamandan asılı qrafikin əsasən hansı reaksiyalar mümkündür? Mis-2 nitratın parçalanma tənlikləri çox modellərdə rast gəlib. Parçalanmadan alınır kuprium O, NO2 və O2. Nitrat turşusunun duzların parçalanmasında var idi. Litium və mis daxil olmaqla orta qüvvətli metalların nitratları parçalananda metalın oksidi NO2 və O2 əmələ gəlirdi. Mol miqdarının zamandan asılı qrafik verilibsə, bunların əmsallarını tapaq. Burada oksigen sağda tək olduğuna görə bura bir 2 yazırdıq. Misə də kuprium NO2 2 yazırıq. 4 düşür azota, oksigenlər də bərabərləşir. Burada molu ən çox olan Z-dir. Z də burada NO2-dir. Oldu Z. Molu ən az olan aşağıda qalan X-dirsə, bu da oksigendir, 1 moldur. Onda kuprium O-da qalacaq Y. Başqa variant qalmadı. Hansı reaksiyalar doğrudur? 1. X oksigen tapmışdıq. Üstəgəl natrium hidroksid. Oksigen qələvilərlə reaksiya getmir. 1 getməz. Onda B ilə Y cavab olmayacaq. İkinci maddə reaksiya Y. Y kuprium O-dur. Üstəgəl sulfat turşusu.
Qupurma əsası oksiddir. Sulfat turşusuna reaksiya daxil olanda duz və su əmələ gətirəcək. 2 doğrudur. 2 doğrudursa burada 2 yoxdur. C-ni atıram. Üçüncü reaksiyaya baxaq. 3 Z üstəgəl natrium OH. Z NO2-dir. NO2 üstəgəl natrium hidroksid, yəqin xatırlayırsınız. Buradan 2 müxtəlif duz əmələ gətirirdi. Natrium NO3, natrium NO2 və su. Onda bu 3 baş verəcək. 2-3 olan variant A variantında var. D-də olmayacaq. Bir də A-da 6-cıya da baxaq. Görə 6 həqiqətən olar olmaz. Z nə idi burada? NO2 idi. Bəli, NO2 elə natrium karbonatla da reaksiya daxil olurdu. Eyni məhsullar alınırdı, amma sonda CO2 əmələ gəlirdi. Demək, cavab oldu 2, 3, 6 A variantı. 15-ci misala baxaq. Nömrə 15. Sənayedə alınma üsulları. 2 qat superfosfat, bir də kalium şorasının alınma tənlikləri verilib. 2 qat superfosfatın alınma tənliyi artıq bir riyazi nəzəri qaydadır. Kalsium ortofosfatın H3PO4 ilə reaksiyasından 2 qat superfosfat alınırdı. Kalium şorası isə kalium xloridlə natrium NO3-ün reaksiyasından alınırdı. Buradan əmələ gəlirdi kalsium H2PO4 2 qat superfosfat. Buradan da alınırdı, temperatur 100 dərəcə idi. Kalium NO3 və natrium xlorid. Bu variantı axtarmalıyıq. Cavab eləyəcək onda D variantı. Nömrə 16. Molekulunda 8 sigma rabit olan alken. Alkenlərin formulu CnH2n. Sigma rabitə atomların sayından bir vahid az idi. CnH2n 3 atom, daha doğrusu 3n atom. Çıxdım biri bərabər olmalıdır 8-ə. 3n bərabər 9 imişsə, onda n bərabər 3 imiş. Deməli, alkinimiz C3H4-dür. Su ilə reaksiya tənliyi verilibsə, alkenimiz, üzr istəyirəm, alkenimiz C3H6 imiş. Su ilə reaksiya tənliyi verilibsə, onda həmin o alkenin quruluş formunu yazaq. Nəyin hara birləşdiyini görməkdən ötərə deyirəm. Üzərinə gəliblər su, yəni HOH. Biz X-i tapdıq. X oldu, bax bu maddə. Su əlavə eləyəndə Markovnikov qaydasına görə H çoxa birləşirdi. Yəni, bura birləşəcək CH2-yə. OH aza birləşəcək. Onda əmələ gələcək buradan CH3. Rabitə qırılacaq CH, aşağıda bir OH spirt yarandı. Bu da oldu CH3. İkili spirt əmələ gəldi. Bu da oldu Y maddəsi. Sonra Y maddəsinin sirkə turşusu ilə reaksiya aparıblar. Onu da yazıram. Sirkə turşusu CH3C OH. İstəyirsə buna gəlin belə yazım. Daha sərgəli görsənsin. CH3C OH. Üzərinə bu spirti, yəni ikili izopropi spirtini əlavə edəsək, CH3, CH. Reaksiyalar yazmadan da misalı həll edə bilərdim, amma təkrarlayaq deyə yazıram. Nə baş verirdi? Turşu OH-ını verirdi efirləşmədə, spirtdəki H-ını verirdi. Qalırdı burada CH3C, O qalır yerində, tiri. OH getdi, H getsə bu O qaldı. Bax, O gəldi, birləşdi bura. O-ya nə birləşib? CH, bax bunu yazdım. O CH-a da 2 dənə CH3 birləşib. Və su əmələ gəldi. Bu da oldu Z maddəsi. X, Y, Z-in hamısını tapdıq. Artıq şeyləri məncə silək. Bunu da sildim. Bu da oldu Y maddəsi. Onları da silək. Bu da oldu Z maddəsi. Və araşdıra görə bunlar üçün bizə nələr verilib, nə doğru olmalıdır. Deməli, suyu da silək də, su yaddan niyə çıxmadı ki? Belə qalsın.
Deməli, X, Y maddələri üçün doğru olan ifadələri müəyyən edin. X və Z-in molekulunda OH qrupu var. X bax budur. X-in OH qrupu yoxdur. Deməli, A səhvdir. Z və Y-in nisbi molekul kütlələrinin fərqi 42-dir. Z və Y-in. Z maddəsi bu. Y-dəki propil spirtidir. Propil spirtin nisbi molekul kütləsi, spirtlərin nisbi molekulu 14 plus 18 idisə, propil spirtin 3 karbonu varsa, eni yerinə 3 qoysam 42, üstəgəl 18, eləyəcək 60. 60. İndi Z maddəsinin nisbi molekul kütləsini tapmaq üçün sirkə turşusundan istifadə edirəm. Sirkə turşusunun nisbi molekul kütləsi 60 idi. Bizdə də Y-lə Z reaksiya, daha doğrusu Y-lə sirkə turşusu reaksiya daxil olanda əmələ gəlirdi Z, üstə gəlinsin su. Yəni təkrar cümlələr yazdım. Suyun nisbi molekul kütləsi 18-dir. Z-in nisbi molekul kütləsini bilmirəm neçədir. Belə. Sirkə turşusunun nisbi molekul kütləsi 60-dır. Y-in də nisbi molekul kütləsini 60 tapmışdır. İndi efir nəyə bərabər olmalıdır? Turşuna spirti toplayırıq, bərabərləşdiririk sağ tərəfə. Onda Z də bərabər olacaq. Buradan yazıram. 60-dan 60 eləyir 120. Çıxanda 18-i qalacaq 102. Demək, Z-i 102 tapdıq. Necə tapdıq? Efirin, emirin tapma qaydası ilə. Toplayıb 18 çıxmaq qaydası ilə. Bunları da sildim buradan. Z-i tapmışam 102, Y-i tapmışam 60. 60 ilə 102-nin fərqi 42 eləyir. Demək, B doğru cavabdır. Digərlərinə baxaq. X və Y-in nisbi molekul kütlələrinin cəmi 100-dür. X propen idi. Propen C3H6 idi. C3H6 42-yə bərabərdir. Y-dəki 60 tapmışam. 42 ilə 60-ın cəmi 100 eləməz. Onda bu oldu səhv. X, Y və Z-in sinif arası izomerləri var. Baxaq. X C3H6 propendir. Propenin sinif arası izomeri disiklopropandır. Demək, bunun sinif arası izomeri var. Y propil spirtidir. Propil spirtinin siniflər arası izomeri sadə efirlərdir. 3 karbonla sadə efir nə ola bilər? CH3O C2H5. Demək, bunun da izomeri var imiş. Mürəkkəb efir tapmışıq Z maddəsini. Mürəkkəb efirin karbonları 4 karbon, 5 karbonu var hətta, bir də burada var. 5 karbonlu mürəkkəb efirin də sinif arası izomerləri var. Onlarda karbon turşuları olacaq. Məsələn, bu efirin 5 karbon olan turşusu C4H9COOH-dan izomer olacaq. Burada D də doğru cavabdır. B də doğrudur, D də doğrudur. Demək, testin tərtibatında, yəni kompüterə köçürdəndə, ola bilsin, mən burada mexaniki səhv eləmişəm haradasa. Z və Y-in nisbi molekul kütlələrinin fərqi yox, ola bilsin, X və Y-in ola bilərmiş. Biz D-ni oxuyuruq. Yox, D-də X, Y və Z-in sinif daxili izomerləri vardı. Sinif daxili izomeri deyirmiş burada. Fikir verin, sinif arası izomerini Y-də deyirmiş. D-yə bir təzədən baxaq. D-də deyir ki, sinif daxili izomeri. Baxın bir dənə D-yə. Sinif daxili izomerindən gedirsə söhbət. Bu propen dediyimizin sinif daxili, yəni alkin kimi izomeri yoxdur. Çünki iki qatın yerini dəyişdirə bilmirik, şaxələndirə də bilmirik. Onda bu D səhv oldu. Amma spirtin sinif daxili izomeri propanol 1, propanol 2 ola bilər. Bura OH qoya bilərik. Propanol 1 buna izomerdir. Bu efirin də sinif daxili izomerlərini düzəldə bilərik. Məsələn, bu efiri yaza bilərik. İzopropil spirtidirsə sağ tərəfdə, onu yazarıq etil spirti, sol tərəfdəki karbonların sayını çoxaldarıq, turşu tərəfi. Yəni, buraya yazarıq etil C2H5, yenə 5 dənə karbon qalır yerində. Onda burada X, Y, Z-in sinif daxili izomerləri var deyirsə, X-in sinif daxili izomeri olmadı, propenda olmadı, qalanlarında olsa D səhv cavabdır.
Amma X, Y, Z-in sinif arası izomerləri var idi. Hə, mən ibarətlərin yerinə düzgün baxmadım. Propenin sinif arası izomeri propende sinif arası izomeri nə idi? Çox böyük oldu desəm silgi. Propenin sinif arası izomeri siklopropan idi. Var idi danışdıq. Üçbucaqdakı nə qədər pis düşdü. Belə. Sonra propil spirtinin metil etil izomeri var idi. Doğrudur. Mürəkkəb filmdəki karbon turşusu izomeri var idi. Doğrudur. Onda burada Y də doğru cavabdır. B də doğru cavabdır. 2 doğru cavab var imiş. Dediyim kimi ola bilsin o B variantında Z, Y yox, ola bilsin X və Y imiş. X və Y yazsaq, emeri 42 eləməz fərqi. Çünki C3H6-nın emeri 42-dir elə. Y-dəki 60-dır. Bunların fərqi yenə 42 eləmir. Cavab həm B, həm Y çıxır. Amma ikisindən biri yəqin doğru olmayacaq. Amma işin gedişatı bax bu formada oldu. Nömrə 17. Mis və natrium metalları verilir. Mol miqdarları 4-4-dür. Reaksiya daxil olduğu sulfat turşusunun qatı məhlulunda miqdarı. Yəni, qatı sulfat turşusunun miqdarını axtarırıq. Mis və natriumdan gedən miqdarlarını. Mis qatı sulfat turşusu ilə reaksiya daxil olanda əmələ gətirir kuprim SO4, su və SO2 qazı. Tənliyyə misallaşdırmaq üçün nə edirdik? Belə qaydamız danışmışdıq ki, metallar SO2 əmələ gətirirdisə, SO2 metalın valentinin yarısına bərabərdir. Mis də burada 2 valentlidir. 2-nin yarısı eləyəcək 1. Onda sağdakı S-lərin cəmi olacaq 2 vura 2 qoyarıq. Suya da 2 tənliyi bərabərləşir. Birinci tənliyimiz asan oldu. İkinci tənliyi yazaq. Natrium üstə gəlinsin qatı sulfat turşusu. Natrium qatı sulfat turşusunu əmələ gətirir. Natrium 2SO4, su və reduksiya məhsulu H2S. Bu tənliyi əmsallaşdırmaq üçün dərəcələrdən istifadə etməliyik. Çünki biraz mürəkkəb olacaq. 0-dan gəldi 1-ə, müsbət 1-ə 1 elektron. İndeksində 2 varsa 2-yə vurduq oldu 2 elektron. S müsbət 6-dan gəldi mənfi 2-yə. 8 elektronda bu eləyəcək. 2 ilə 8 ixtisar aparsam qalacaq 1 və 4. Yerlərini dəyişdirəcəm. 4 natrium SO4-də 1 də H2-sə düşəcək. Bunları da buradan sildik. Qalanı əmsallaşdırsaq, sağda natrium oldu 8. Buraya düşəcək 8. S oldu 5 dənə. 4-ü burada, 1 də burada varsa buraya yazarıq 5. Suya 4 yazarım. Çünki ikisi də H2S-də var hidrogenlərin. Tənliyimiz bərabərləşdi. Lazımsızları silirik. Bunu da sildik. Yaxşı. Mis verilmişdi 4 mol. Yazaq misin üzərindən 4 mol. Bunları da sildik burada. 4 mol. Natrium da verilmişdi 4 mol. Sulfat turşusunun miqdarını soruşurdu. Bura bir X mol. Sulfat turşusu burada da olsun Y mol. 1 mola 2 mol birləşirsə, X-a da birləşəcək 8 mol. 4 mola 1 mol birləşərsə, 8-ə də birləşib buradan 5 mol. 4-ə Y, daha doğrusu 8-ə də 5. 4-dən 8 geçsə burada qalacaq 2. 2Y bərabərdir 5 olsa, Y də olacaq 2 tam 10-da 5. 2 tam 10-da 5 Y tapdıq. X-i da tapdıq 8. Bunların cəmini soruşurdu bizdən. X-dən Y-in cəmi eləyəcək 10 tam 10-da 5. Yəni B variantı. Nömrə 18. Quruluş formulu verilib. Çubuqlarla, kürələrlə. Biz onu normal bildiyimiz hala gətirsək, baxın, belə olacaq. Başqa rəngdə göstərim. Sən qırmızı olsun, belə olsun. Baxaq, bu belə olmaya, qırmızı olmalı olsun, başqa rəng olur. Bu zəncir, bu da burada radikaldır. Yəni 1, 2, 3
4 karbon var. Bir dənə də burada metil var. Əsas zəncirin 4 karbonu var. Bir dənə də metil radikalı var. Maddəmiz budur. Onu göstəriblər. Verilmiş alkanı 2 müxtəlif alkil halogenidin qarışığından Würz reaksiyası ilə alanda, yəni bunu alanda, həm də 3,4 dimetil heksan alınıb. Yəni bunun yanında. 3,4 dimetil heksan yazaq. Və karbonları birləşdirdik. 3,4 dimetil. 3 ilə 4-də də metilləri yazdıq. Həm də bu maddə əmələ gəlib. Yadınıza gəlirsə, karbon atomlarının sayı tək olan alkanları alanda belə proses baş verirdi. 3 dənə müxtəlif alkan yaranırdı. İndi biz alkanın birini tapdıq, vermişdilər. İkincini tapdıq. Bəs üçüncü hansı alkandır? O necə tapırıq? Bunu zənciri ortadan kəssək, zəncirin bax burada qalan bu hissəsi birinci maddənin bu hissəsi ilə eynidir. Yox, doğru olmadı, yalan oldu. Bu hissəsi ilə eynidir. Gəlin bunu buradan sileyim. Bax, indi bunun sağ tərəfinə baxın. Sağ tərəfə tamamilə eyni oldu. Onda belə çıxır ki, burada metili qalıbsa, bu metillərin də biri-birini birləşməsindən üçüncü maddə CH3 əmələ gələcək. CH3-CH3, yəni etan əmələ gələcək. Və deyir, X maddəsi alınmışdı. Bu X maddəsi etandır. Deyir, o X maddəsi üçün hansı ifadələr doğrudur? Hansı ifadə doğrudur? 1 molun tam klorlaşmasına 89,6 etir, yəni 4 mol deməkdir. 4 mol yox, maddəmiz etandırsa, etan CH6-dır. Tam klorlaşmasına 6 mol. Yəni hidrogenin sayı qədər klor lazımdırsa, onda 1 səhvdir. 1 molun tam yanmasından 44,8 litr karbon qazı alınır. 44,8 litr 2 mol deməkdirsə, burada da CH6-dan 2 karbonu varsa 1 molundan 2 mol karbon qazı alınır yanında. Onda bu doğru. 8 hibrid orbitalı var. Etanın karbonu sp3 alındadır. sp3-ün 4 buludu var. Vuranda indeksindəki 2-yə 8 eləyər. Onda 3 də doğrudur. 8 hidrogeni var, səhvdir. 6 hidrogen var idi. Su ilə reaksiyasından etanol alınır. Bu CH6 alkandır. Alkanlar su ilə reaksiya daxil olub etanol verilməz. Bu alkenlərə aid olan xassə idi. Onda bu da səhv olacaqsa 2-3 doğru cavab A variantı eləyər. Nömrə 19. Buten 2 və butadiyen 1,3 qarışığının tam hidrogenləşməsinin grafikinə əsasən Y-X tapın. Buten C4H8 buten. Butadiyen amma C4H6 ilə. Tam hidrogenləşməsi deyirsə, butenə 1 mol hidrogen lazımdır. Deyir C4H10. Butadiyenə 2 mol hidrogen lazımdır. Bu deyiləcək elə C4H10. Qrafikdə fikir verirsə, 3 azalan əyri var. Aşağı düşən əyri. 3 azalan əyri buten, butadiyen və hidrogenləri göstərən 3 əyridir. Ancaq bir dənə artan əyri varsa, o da 12 göstəriblərsə, o əmələ gələn maddələri göstərir. Yəni butanı göstərir. Çünki əmələ gələn maddəmiz yalnız butandır. Deməli, əmələ gələn butan cəmi 12 moldur. Məsələn, butanın birinə deyirəm A mol, birinə deyirəm B mol. 1 mol, bu da 1 moldur. Burada ən yuxarıdan başlayana baxın, 16-dan başlayan. Təbii ki, 16-dan başlayan hidrogendir. Niyə? Burada reaksiya girənlər ikisi birlikdə 2 moldur. Amma hidrogen reaksiya girib 3 mol birlikdə. Demək, molu daha çox olan hidrogen yemişsə, onda biz də həmin o 16-ya deyirik, bu hidrogen yemiş. Və onu tapırıq. Necə tapırıq? Bu bizə verilən A-dan B-dən bunları ifadə edirik daha doğrusu. Demək, 1 mol butan yuxarıda əmələ gələndə 1 mol hidrogen reaksiya giribsə, onda A-dan da A mol reaksiya girəcək. 1 mol butanın əmələ gəlməsinə 2 mol hidrogen sərf olubsa, ikinci reaksiyada B-yə də sərf olacaq 2B. Düz yazdım, hə, doğru. A ilə B-nin cəmi 16-ya bərabərdir. Yəni hidrogenlərin cəmi. A ilə B 16-dır,
Amma 2 var B-nin əmsalında, hidrogen üçün 2B16. Amma əmələ gələn butan qarışığı A ilə B-nin cəmi 12 idi. Bax, belə sistem tənliyi qurduq. Yuxarıdan aşağı çıxanda A-lar gedəcək, B də bərabər olacaq 4-ə. B 4-ə bərabərsə, onda A da bərabər 8. Çünki bunların cəmi 12 idi. A-nı, B-ni tapdıq. A-nı buradan sildim, 2B-ni də buradan sildim. A-nı tapdım, 8 idi. Yazdım A-nı yerinə 8. B də 2B idi H-ın üzərində. B 4-dürsə, onda 2-ə vurdum, bu da oldu 8. Bizə deyir ki, X-dən Y-in fərqini tapın. X-dən Y-in biri butendir, biri də ki, butadiyendir. Deməli, onu tapacaq belə. 2-yə 1 moldursa, bax bu hissəni yazdım. Onda 8-ə də 4 eləyər. 1-ə 1 molsa, 8-ə də 8 eləyər. Yəni, bunların fərqini axtarırdıqsa, 8 çıxısındır, bu da eləyəcək 4. Yəni, Y variantı. 20-ci misala baxırıq. Deməli, iyonlar verilib və reaktivləri var, yəni onu təyin edənlər. Və sağda da əlamətlər göstərilib. SO4 X reaktivindən ağ çöküntü verir. Adətən SO4-ün bütün çöküntüləri ağ idi. Burada tabaca biləcəyimiz bir şey yoxdur məncə, amma nə edə bilərik? Məsələn, misi çıxa bilər, çünki mis SO4-dən çöküntü vermir, magnezium da çıxa bilərik, SO4-dən çöküntü vermir. Onda poliumla barin SO4-dən çöküntü verir, özü də ağ rəngdir. Amma A-da poliumla qara çöküntü yazırlar, onda bu olmaz. Hətta burada B-yə də qara çöküntü yazıblar. Yox, o, bağışlayın. Bu çöküntülər Y-i neymiş o çöküntülər, mexanik səhv elədik. Demək, biz ancaq magneziumla misi çıxa bilərik ki, çöküntü vermir olar. İndi sink 2 müsbətdən S, bunların yəqin ki, alınmasından qara çöküntü olduğunu bilirdik. Sink S. Sink S ağ çöküntü idi, əksinə. Sink S ağ idi. Sink S ağ idisə, Y-in ağ olan variantlarını saxlayaq. Qaranı ataq, ağ çöküntü burada qaldı, göy çöküntünü də onda buradan ataq. Onsuz da biz yeni atmışdıq buradan. Elə ağ çöküntü bir dənə qalır B variantında. Qaldı S-dən, Z-dən qara çöküntü yaranmaq. S-in poliumla misdən çöküntüsü qara idi. Bu da poliumumuzda var. Deməli, cavab B bəndi şərtimizi ödəyəcək. Deməli, barium SO4-dən ağ çöküntü verir. Sonra sink S-lə ağ çöküntü verir, doğrudur. S-də ki, qara çöküntü verir poliumla, yəni B variantı şərtimizi tamamilə ödədi. Nömrə 21. Metil qrupları 3. Metilin qrupları yoxdur. İkili karbon atomları var, üçlü karbon atomu da var. İkili spirtin beynəlxalq üsulla adını göstərin. İkili spirtdirsə, nə deməkdir bu? OH-ın birləşdiyi karbon, 2 karbona birləşib. İkili spirt tərəfini düzəltdik. Sonra ikili karbonda bir dənədirsə, elə bu ikili karbon ola bilər. Üçlü karbon da bir dənədirsə, onda bura bir dənə belə şəkil düzəldək ki, bu üçlü karbon olsun. Və burada CH3-lər də olacaq birli karbonlar. Və bizə də birli karbonların sayını 3 vermişdilər. Demək, spirtimiz elə bu imiş. Metilindəki CH2-dir. Baxın da CH2 qrupu da yoxdur. Demək, cavab maddəmiz doğrudur. Qaldı bunu adlandırmaq. Bu uzun zəncir olacaq. OH spirtlərin xarakteri qrupudursa, OH-ın yaxın olduğu tərəfdən nömrələyirik. Bir dənə də burada metil radikalımız var. Bu olacaq 3 metil, 4 karbon olacaq butan, OH olu göstərir, tri 2. Çünki 2-yə birləşib. O da 3 metil butan olu 2, A variantı olacaq. Nömrə 22. Monosaxaridləri müəyyən edin. Deməli, bu bir monosaxaridi açıq zəncirində 3 asimetrik karbonu var və 12 hidrogen atomu var. 12 hidrogen atomu olan monosaxarid C6H12O6 idi. Bu ikincinin də 12 hidrogen atomu var.
Bu ya glukozadır ya da ki fruktozadır. Biz də bildik ki, glukozanın açıq zəncirində 4 asimetrik var. Amma fruktozanın açıq zəncirində 3 asimetrik var idi. Yadımıza sala bilərik. 1, 2, 3, 4, 5, 6. Bu, əgər burada iki qat rabitə var idisə, keton qrupu var idisə, bu olurdu fruktoza. Fruktozanın kənardakı hidrogeni, karbonları 2 hidrogenə birləşib deyə bunlar asimetrik saymırdıq. Asimetrik olan, bax, bu H-ların 2 yazdım yanlarına olar idi. Bax, bunlar asimetrik karbon idi. O da 3 dənə asimetrik. İndi eyni formulu glukoza üçün yazsaq, glukoz da necə olurdu? Burada keton qrupu yox, sonda olurdu aldehid qrupu COH. Burada da OH var idi və axırıncı karbonla birinci bu karbonlar, əslində birinci axırıncı deyə bilərik dəndəki, asimetrik olmurdu. Qalan bu 4 dənə asimetrik olurdu. Deməli, 4 dənə asimetrik saxlayan glukozaymış. 3 asimetrik saxlayan da fruktozaymış. Cavab olacaq onda D variantı. Növbəti misal neçə olacaq? 23. Nömrə 23. Amin turşu verilib. NH2, CH, COOH. Burada var E radikal. Dipeptidinin molyar kütləsi. Dipeptid, yəni 2 amin turşu reaksiya daxil olurdu. Buradan əmələ gəlirdi dipeptid və 1 mol su. Və biz də kütlənin saxlanma qanunundan istifadə edirdik. Deyirdi ki, su 18-dir. Dipeptidi bizə veriblər 188. Bu da olsun 2 vurulsun. R də vardı. R axtarmaq lazım. Bizə çünki deyir ki, R radikalının amin qrupu ilə birləşməsindən alınan maddə. R-in nə olduğunu tapmaq üçün nə edirik? Deməli, COH 45-dir. CH 13-dür. NH2 də 16-dır. 2-ni 16-ya vuran deyilir 32. Ya belə yazıram ən yaxşısı. 16, üstə gəlinsin 13, üstə gəlinsin 45. Və üstə gəlinsin R. Hamısına gedirəcək. 16 ilə 13, 29, o da 45. 45 və 29, 74. Deməli, 2 vurulsun 74 plus R oldu. Kütlənin saxlanma qanunundan istifadə edilir. Bərabərdir. Dipeptid 188, üstə gəlinsin 18. 188-in üstünə 10, yaxşı hesablayaq, artıq yorğunluq var. Rəqəm səhv eləməyək. 188, üstə gəlinsin 18. Eləyir 206. Onda 74 üstə gəlinsin R bərabərdir. 206-nı böləcəm 2-yə. Yəni 103 eləyəcək. 103-dən çıxacam 74-dür. 103 çıxılsın 74. Bu da olacaq 29. R də bərabər oldu 29. Nisbi molekul kütləsi deyək. 29 olan radikal C2H5 eləyər. 28, daha doğrusu 24, bu da 5 oldu 29. Demək, E radikalını tapdıq ki, bu C2H5 imiş. Amin qrupu ilə birləşməsi deyirsə, o da C2H5NH2. Nə soruşuldu bundan? Bu maddənin 2 molun yanmasından alınan deyir qaz. Deməli, 2 molun yanmasında bir dəfəli bunu yazacaq belə. C2H5NH2. Ox qoyuram bir dəfə, yazıram qarşısına 2 mol. Burada 4 mol karbon qaz əmələ gələr, plus. 1 mol amindən 0,5 mol azot yaranırsa, 2 mol amindən 1 mol azot yaranacaq. Əmələ gələn qaz qarışıq edəcək 5 mol. Qaz qarışığı alınar neçə litr? Yəni 5-i də vuraram, 22,4 ilə 112 litr. Açıq testi 112 eləyəcək. Nömrə 24. Laxsanın monomerlərindən birinin
Lafsanın monomerləri. Lafsan əmələ gəlirdi tereftal turşusu və etilen glikoldan. Tereftal turşusu HOOC, C6H4, COOH idi. Tereftal turşusu bu idi. Etilen glikol isə HOCH2, CH2OH idi. Etilen glikolu biraz səliqə ilə yazsaq, belə yaza bilərdik buna C2H4OH2. Bu da etilen glikol. Bu da üstəliklə tereftal turşusu. Tereftal da sizin bax belə yazaq. Bunu da buradan silim. Yazaq belə. C6H4COOH-dan 2 dənə. Yəni oxşadaq bir-birlərinə. Monomerlərindən biri, ikisindən birinin 83 qramı natrium metal reaks daxil olanda 11-12 hidrogen ayrılıb. Bunların hər ikisində 2 OH qrupu vardı ya, yəni 2 atomlu spirit kimi baxsaq. Məsələn, laf ən dəqiq olsun. Birinci maddəmiz 2 əsaslı turşu olduğuna görə 2 əsaslı turşunun 1 molundan 1 mol H2 əmələ gəlirdi. 2 atomlu spiritin də 1 molundan 1 mol H2 əmələ gəlirdi. Verilən qiymətləri yerinə qoyub monomerin hansı olduğunu tapmaq lazımdır. Deməli, 83 qramından 11,2 əmələ gəlibsə, yazıram buradan 83 qramından 11,2 əmələ gəlib. Burada isə 22,4-dən nə qədər olacaq emir? Emir burada eləyər 100, deməli, bula getsək, aşağıda qalacaq 2. 83 qramda 2 eləcək 166. Görürsən, həqiqətən bu tereftal 166 eləyər. Eyni şey ikinci maddə üçün də yazsam. 83 qramından əmələ gəlib 11,2. Aşağıda 1 mol, yəni 22,4 olanda yenə bu 166 eləyəcək. Bunlardan ikisindən biri 166-dır. CH4OH nisbətən kiçik formulda. Baxın, 28 üstə gəlinsin, o da 34. Neçə eləyəcək bu? 62, 166 eləmədi. Onda belə çıxır ki, tereftal turşusuymuş həmin monomer. Və rəqəmləri yerinə qoysaq, tapmaq olar həqiqətən 166 olduğunu. C6H14, C6H4 neçə eləyər? 72, üstə gəlinsin 4, COH 45-də 2-ə vursam 90 eləyəcək. 76 ilə 90, 166 eləyir. Bəli, deməli elə monomerimiz tereftal turşusuymuş. Onu tapdıq. Deyək ki, həmin monomerin 2 mol tam yansa neçə mol karbon qazı alınar? Monomerimiz tereftal turşusudursa C6H4COOH formulunun bir dəfə yazıram. 1 molundan neçə mol karbon qazı alınır? Yəqin ki, 8 mol. Niyə? 6 karbon burada var, 2 karbon da mötərizənin içərisində 8 mol var. Bizə deyir, amma 2 molun yanmasından 1 molundan 8 mol karbon qazı alınarsa, 2 molundan da alınacaq, onda 16 mol. Yəni, cavab elə 16 eləyəcək. Nömrə 25. X doymuş aldehdlərin 3-cü nümayəndəsidir. Aldehdlərin ümumi formulu CnH2o idi. N də 1-dən başlayırdısa, 3-cü nümayəndə ilə 3 deməkdir N. Yəni, aldehid C3H6O imiş. Y maddəsi X-in siniflər arası izomeridir. Demək, bu oldu X maddəsi, yadımızda qalsın. Y maddəsi, Y nədirsə, X-in sinif arası izomeridir. X və Y üçün ümumi olan nədir? Nə oldu buradan? Bu bir şey vermədi axı bizə. X doymuş aldehdlərin 3-cü nümayəndəsidir. Y maddəsi X-in sinif arası izomeridir. Bu digər maddə, doğrudan mənim fikrim yayındır. Bu X maddəsidir, bunu bildik. Y X-in sinif arası izomeridirsə, aldehdin sinif arası izomerləri ketonlardır, doğru. Onda Y də ketondursa, ketonun da quruluş formulu belə olacaqdır, bilirik. CH3, bu da CH3. Amma C3H6-nın da aldehid kimi quruluş formunda yazaq. CH3, CH2, COH. Belə. Bu oldu X, bu da oldu Y. Nə deyirlər? Daşlar yerinə oturdu. Belə bir şey.
Nədir? Ümumidir. Ümumi olanı axtarırıq. Ümumi olan həm aldehidlər, həm də ketonlar bir-birinin siniflər arası izomeri olduğuna görə bunların ümumi formulu CnH2o eləyəcək. Bu doğrudur. Molekulunda birinci karbon atomu sp3 hibridləşmə halındadır. Birinci karbon atomu. Aldehidlərin birinci karbonu bu da COH-dır. COH-ın da quruluş formulunu göstərsək, 2 qat rabitə, sonra burada H var idi. 2 qat rabitədə karbonlar sp2 halındadır. Amma ketondakı bu karbon, birinci karbon sp3. Bu amma ümumi olmadı. Bir sp2, bir sp3 oldu. Gümüş güzgü aldehidlərin xassəsidir. Ketonların xassəsi deyil. Bu da olmadı. Amma hidrogenlə hər ikisi reaksiya gedir. Aldehidlərin hidrogenləşməsindən birli spirt alınır. Yazıram reaksiyanı. CH3, CH2, COH. Hidrogenləşdirəndə edir propanol 1. Yəni CH3, CH2, CH2OH birli spirt alınır aldehiddən. Amma ketonların hidrogenləşməsindən. Ketonlar hidrogenləşəndə ikili spirt əmələ gətirir. Reaksiya bax bu karbondan bu oksigində baş verir. Alınır CH3, CH aşağıda OH və CH3. Axırca hər ikisi hidrogenləşir. Bu doğru cavabdır. Propanol 1-in oksidləşmə məhsulu. Propanol 1 birli spirtdir. Birli spirt, yəni bax propanol 1 yazıram buradan. CH3, CH2, CH2OH. Birli spirt oksidləşəndə aldehidi verəcək, yəni ikisi verəcək. Amma ketonu vermir. Çünki keton ikili spirtlərdən əmələ gəlirdi. Onun üçün cavab olacaq 1 və 4. Doğru cavabımız 1, 4 eləyəcək. Nömrə 26. Dəmir qatı sulfat turşusundan reaksiya aparılıb. Dəmir üzərinə gəlsək, sulfat turşusunun qatısı temperaturda baş verir reaksiya. Əmələ gəlirdi buradan natrium ələsir yazarıq. Alınır dəmir 2SO4-3. Dəmir burada 3 valentli olurdu qatı sulfat turşusunda. SO2 və su alınırdı. Sonra isə X, Y və Z normal duzları verilib. Demək, duzun biri bax budur. X duzudur. Üzərinə natrium OH gəliblər. Sonra da barium xlorid əlavə ediblər. Natrium OH SO2 ilə də reaksiya gedə bilər. Ferium 2 SO4 3 ilə də reaksiya gedə bilər. Hər birini yazaq. Ferium 2 SO4 3 üzərinə natrium hidroksid əlavə etsək, buradan əmələ gələcək ferium OH 3 çöküntüsü və duz olaraq natrium 2 SO4. Şərtdə deyək ki, normal duzları üçün, hə? Bu, həmin o SO2 qazı dediyimiz natrium hidroksidlə də reaksiya daxil olanda normal duz əmələ gətirə bilər. Natrium 2 SO3 və su. O normal duz bu da ola bilər, bu da ola bilər. Sonra üzərində barium xlorid əlavə ediblər. Məsələn, tutaq ki, əgər maddəmiz natrium 2 SO4-dürsə, burada gör nə deyir? X, Y, Z normal duzlarından gedir söhbət. Onda bu reaksiya ehtiyac yoxdur. Çünki bu SO2 turşu oksididir. Biz normal duz götürüb reaksiya aparmalıydıq. Hə, düzdür. Deməli, X duzumuz artıq bildik. Natrium, dəmir 3 sulfatdır. Onda Y duzumuzda natrium 2 SO4 oldu. Həmin o natrium 2 SO4-ün də üzərinə barium xlorid əlavə ediblər. O da olacaq natrium xloridlə barium SO4-ün çöküntüsü. X, Y, Z normal duzlar üçün hansı ifadələr doğrudur? Deməli, X tapdıq, ferium 2 SO4 3, üzərinə natrium OH gəldi, o da natrium 2 SO4, üzərinə barium xlorid əlavə elədik, natrium xloriddən barium SO4 çöküntüsü əmələ gəldi. X-in suda məhlulu turş mühitə malikdir. X ferium 2 SO4 3 idi. Yəni, bax bu. Dəmir zəif metal
Yəni orta qüvvətli metaldır. Hidrolizdə bunu zəif sayırdıq. Yəni zəif əsasdan yaranıb. Amma SO4 qüvvəti turşu qalıq olduğuna görə bu turş mühit verəcək. Turş mühit verəcəksə bu bir doğrudur. Y qlaber duzunun tərkibinə daxildir. Y natrium 2SO4 vur 10H2O əmələ gətirə bilir. Doğrudur. Natrium 2SO4 vurulsun 10H2O bu qlaber duzu idi. Mirablit və ya da qlaber duzu. Onda 2 də doğrudur. Z məhlulda katyona görə hidroliz edir. Z ya budur, ya da ki budur. Ancaq bunların heç bir hidroliz etmir. Hər ikisi qüvvətli metal və qüvvətli turşu qalığından yaranıb. Üstəgəl barim SO4 çöküntüdür hələ. Yəni bu uyğun gəlmədi. Bunlar hələ ki Z demiş ikisinə də. X-da metal müsbət 3 oksidləşmə dərəcəsi göstərir. Bəli, X dəmir SO4 3 idi, dəmir burada 3 valentli idi. Bax, burada göstərmişdim. Deməli, 4 də doğrudur. Y-in soda məhlulun elektrolizindən metal alınır. Y natrium 2SO4 idi. Natrium 2SO4-ün suda məhlulun elektrolizindən natrium qüvvətli metal olduğuna görə katodda H2 alınırdı. Deməli, metal alınmaz. Bu da səhv etmişsə cavab olacaq 1, 2, 4. Iyirmi 7-ci suala baxaq. Nömrə 27. Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 1 yazdım, 2 və 3. 2 ümumidir, 1 natrium hidrokarbonata, 3 də kalsium karbonata aiddir. Qızdıranda parçalanırlar. Bu natrium hidrokarbonatı qızdırsaq parçalanır. Nə əmələ gətirirdi? Natrium 2CO3, bütün hidrokarbonatlar parçalanırdı, yəqin yadınıza gəlir. Piruz kalsium karbonat da parçalanır qızdıranda. Əmələ gətirir kalsium oksid və CO2. Demək, parçalanması ikisinə də aid imiş. 2 ortaya aid idi. Bunu yazdıq. CO2-nin suda məhlulu ilə reaksiya daxil olur. Bu turş duzdur, natrium hidrokarbonat. Bax, belə bir şey danışmışıq. CO2-nin suda məhlulu da H2CO3-dür. Özüm bunu belə yazdım ki, müqayisə eləyəcək. Deməli, turş duzlar o vaxt öz turşusu ilə reaksiya edirlər ki, hidrogenin sayı H-ın sayına ən yaxın olmasın. Ya da əksin deyirəm. Turş duzdakı hidrogenin sayı turşudakı H-ın sayına ən yaxın olanda belə reaksiyalar baş vermir. Yəni, natrium hidrokarbonat karbon qazına suda məhlulu ilə reaksiya getməz. Amma kalsium karbonat gedər. Niyə? Çünki kalsium karbonatda heç hidrogen yoxdur. Karbon qazında suda məhlulunu H2 ilə CO2 yazaram. O da elə kalsium hidrokarbonat əmələ gətirəcək. Deməli, karbon qazında suda məhlulu ilə reaksiya getmək B kalsium karbonata aid imiş. B-ni bura yazdım. Silək, bizə mane olmasınlar. Belə. Parçalanmasından oksidlər alınır. Bir geri qaytaraq. Baxın parçalanmalarına. Oksidlər burada alınır. Görürsünüz, 2 dənə oksid. Amma birinci duz da əmələ gəlib. Duz və oksidlər əmələ gəlib. Amma parçalanmasından oksid alınır. İçində hər ikisinin oksid alınır. Burada da oksid alınıb, burada da oksid alınıb. Yalnız sözü yoxdur ki, burada yox. Yoxdur. Parçalanmasından oksid alınırsa, bunların hər birində oksid əmələ gələr. Karbon qazı hər ikisində oksiddirsə, onda C ümumi olacaq, yəni 2 aid olacaq. Yeyinti sənayesində istifadə olunan natrium hidrokarbonat. Biz buna çay sodası demişdik. Şirniyyatların hazırlanmasında istifadə olunur yeyinti sənayesində. Onda o yalnız 1 aid olacaq. D. Qələvilərlə reaksiya daxil olur. Bu kalsium karbonat çöküntüdür. Çöküntülər qələvi ilə reaksiya getməz. Amma natrium hidrokarbonat turş duzdur. Turş duzlar qələvi ilə reaksiya daxil olanda, amma bunlar eyni qələvi olarlarsa, normal duz əmələ gətirirlər. Natrium karbonat və su. Reaksiya daxil olacaq. Deməli, bu yalnız natrium hidrokarbonat aid oldusa, yuxarıda olacaq 1-ə aid olan Y. Yəni, cavab D-yi 2A, 3-dəki B oldu.
da belə və gəlib çatdıq ilk situasiyanın izahına. Yəni model testləri içərisində ilk situasiya 2019-cu ildən başlayırdı. Yazıb ki, ekskursiya zamanı yıxılaraq diz və dirsəklərində yaralar əmələ gətirən şagirdi tibb məntəqəsinə gətirdilər. Burada həkim onun yaralarını X birləşməsinin zəif məhlulu ilə yudu. Margansovka adlanan X birləşməsi laboratoriyada oksigenin alınması üçün istifadə olunur. Mən burada bir haşiyə çıxmaq istəyirəm. Öz şagirdlərimə olan hörmətimi göstərmək üçün 2019-cu ildə mənim adlarını çəkəcəm buradan. Əli Paşa, Şirəli, Mirəli, Elvin və Vüsalə bir neçə belə şagirdlərimiz var idi. Biz o şagirdlərə tapşırmışdıq ki, situasiya olan il idi. Hər kəs özündən bir situasiya yazıb gətirsin və çox maraqlı bir fakt hal yarandı ki, Əli Paşa ilə Şirəli, daha doğrusu Əli Paşa ilə Mirəli, bunların birində tibb universitetində oxuyur, biri isə xarici şirkətlərin birində işləyir. Onların yaratdığı bir situasiya var idi. Mətin eyni bu mətin idi, amma onlar mətndə yoddan istifadə etmişdilər. Və biz bu sonra Abituriyent jurnalında bu situasiya çıxanda çox maraqlı qarşılandı. Uşaqlar çox belə necə deyim, belə qəribə hisslə keçdilər ki, eyni bizim düşündüyümüz situasiyanı kimlərsə düşünüb hazırlayıb yazıb. Bu şagirdlərimin hörmətini saxlamaq məqsədi ilə bunu danışdım. Yəqin keçmiş şagirdlərdən kanalımızda olanlar varsa bunu eşidəcək və görəcək ki, mən onları hərbiyyatdan çıxartmamışam. İndi də suala qaydaq. Deməli, yaraları təmizləmək üçün margansovkadan istifadə olunubsa, margansovka kalium permanganatın suda məhlulu idi. Bizə deyir ki, o maddənin kimya formulunu yazın, olacaq kalium mangan O4 və bunun suda məhlulu margansovka adlanırdı. Doğrudur, yaraların yuyulmasında, dezinfeksiya olunmasında istifadə olunurdu. Bu bir 28-in cavabı. 29-da deyir ki, X birləşməsindən oksigenin alınması reaksiyasının tənliyini yazın. Yəni, kalium permanganatdan alınma tənliyi yazıram. Kalium 2, mangan O4, üstə gəlinsin mangan O2 və O2. Oksigen alınma tənliyidir, burada bir 2 yazırıq və tənliyidir əmsallaşdırın, əmsallaşdırdıq. Sadə situasiya oldu. Çünki o vaxt yeni başlamışdı situasiyalar. Çox sadə halda idilər. Praktik çıxım 50% olarsa 0,6 mol X maddəsindən, bunu gəlin 28 üzərində göstərim, 0,6 mol X maddəsindən çıxım nəşimiz olmasın, özü isə burada 2 moldur. Alınan oksigenin həcmini tapın. Buraya yazaq bir X litr, aşağıda da olacaq 22,4. 0,6 getsə burada qalacaq 0,3. X də bərabər 0,3-ü vuracaq 22,4. Bu deyəcək 6,72. 6,72, bəli. Çıxım indi 50% olarsa deyirsə, faizi indi baxırıq. Faiz məsələlərində X-in yeri vacib idi. X hansı tərəfdədir? X sağ tərəfdə olanda aldığımız o həmin o cavabı 6,72-ni vururdıq məsələnin faizinə, bölürdü 100-ə. Yəni, ədədin faizini tapırdı. Bu deyəcəkdir 3,36 litr. Bu da son situasiyamız. Daha doğrusu situasiyamızın son sualı. Belə. Sağlıq olsun, yaxın zamanda da 2020-ci ilin situasiyaları, model testlərini izah edib paylaşarıq. Və yenə də buradan dediyim o 2019-cu il bütün şagirdlərimə salamlarımı göndərirəm.